Amma maraqlıdır ki, atelyenin adı niyə şölədir? Anam, rəhmətli anamın adıdır. Mən atam da, anamı da uşaqkən itirmişəm. 13-14 yaşımda atamı itirmişəm, 18 yaşında anamı və ateliye açanda düşündüm ki, ancaq anamı yaşada bilərəm. Çünki anam məni bu sənətə qoyub, anam mənim üçün çox əziyyət çəkib, çox. Bu tikmə bacarıq sənətini ananı istəyir, dərziliyi. Hə, mən uşaq kimi balaca çıxılı qız idim, kuklalarıma paltar tikirdim. Anam gördü ki, mən həvəskaram da, sevirəm bu sənəti. Anam bu işə mənə qoydu, dərziliyə qoydu mənə. Anam bu dərzliyə qoyandan sonra atamı itirdik. Atam rəhmətə getdi. Atamı itirdim, anama dedim ki, day dərzliyə getməyim, da aylığı ödəyirdi axı ora. Hə, mənim anam o sözə görə elə mənim medsestralığı da oxutdu. Tibb bacılığı. Bəli, onu da oxumuşam. Yəni ona görə düşündüm ki, mənim anam mənim çox əziyyətimi çəkib. Anamın adını yaşadıram. Bu həyatda belə deyim ki, sizə buradan da deyirəm, yəni bir adam deyə bilməz ki, mən kiməsə nəyəsə görə gedim ağız açım, kimdənsə nəsə istəyim, acından ölərəm, heç kimə ağız açmaram da, düzdür. İraq olsun. Allah adamı elə bir vəziyyətə qoyar ki, kiməsə, amma şükürlər olsun ki, elə bir vəziyyət yaranmayıbdı. Mən özüm də qoç bürcüyəm, birisi də qoç bürcü. Sual verici bürcü deyəcəydim ki, nə bürcüsüz belə qırır, buradan hardan əmələ gəlir? Necə olur? Dik durmağı sevir. Həm də mənim oğlanlarım var, axı, Elvinim var, maşallah, Nurlanım var. Düzdür, əvvəllər çox pis özümü itirmişdim deyim, buraxmışdım deyim, çox pis oldum. Sonra düşündüm ki, yox. Yadımda da o kadrlar, görmüşəm mən o. Düşündüm ki, mən İzzətin yox. Üsyan bir Elvinin də anasıyam, Nurlanın da anasıyam, elə hamının da, yəni. Amma bilirsiniz, siz ən doğru yoldasınız. Çünki bir növ üsyan da Allaha qarşıdır. Yəni biz isyan etmədim mən heç vaxt. Çünki özüm namaz qılıram. İzzidən də qabaq illərdir, bəlkə 10 ildir. Sadəcə yox, hər gün ağlamaq, hər gün depressiyaya düşmək bir növ üsyandır. Hə, 5 ildir hər gün ağlamışam da. Yalandan deyim ağlamıram. O var. Amma toxuna bilməz. Bir ana ilə bala heç kəs toxuna bilməz. Amma yəni bilim, uşaqlarıma görə, hər şey uşaqlarıma görə. Biz heç bir zaman nə qədər də sizdən danışsaq, nə qədər də sizdən soruşsaq, biz sizi anlaya bilməyəcəyik. Halvadır, şirindir. Öz evində bişməyənə qədər. Ona görə buna toxunmaq istəmirəm. Oğlanlarınız subay olan hansı işdir? Mənim oğlum maşallah. Hə, yenə çıxsın söylədi və daş. Yaraşığım da mənim dünyamda. Biznes. Ancaq biznes. Biznes işlədir. Biznes. Alır, satır belə. Mən orada pişik də gördüm. Neçə yaşı var pişik? O pişiyim də mənim 4 yaşı var. Deyim onu kim verib. Onu da bizim Kamil Zeynallı sağ olsun. Deyirəm Kamil, çox yaxşı eləmisən ki, onu mənə vermisən. O mənim hüzurumdur da. 4 ildə onu saxlayıram. O mənə verəndə 15-20 günlük idi. Elə bir o da mənim balamdır. Pişik həyatınızda nə dəyişdi? Çox şey. İnanırsınız ki, mən ağlayıram, gəlir gözümün yaşını silir. Mənlə yatır. Burada axşamlar işdə oturub, yəni ağlamaq istəyən kimi gəl bura. Ağlamaq istəyən kimi o inanırsınız ki, gəlir mənə sarılır, öpür. Ümumiyyətlə hiss edirsiniz ki, nə zaman belə düşmək istəyəndə gəlir ora-bura qaçır adam. Bəli. Elə meymunluqlar kimi ağlamıyorum. Yetər ki, mən ağlamıyorum. İnanırsınız, Allah haqqı. Bir ana üçün ayaqda qalmaq hissləri nə deməkdir, necə ötürərdiniz? Əlimdən gələni eləyirəm ki, dik durum, işləyim. Mən ana deyəndə, ana bilsiz nə deməkdir? Ana əziyyət. Oğul anası necə olmalıdır? Oğulla qız anası hər zaman fərqli olur. Oğul anası hansı duruşda olmalıdır, qız anası hansı? İş orasındadır ki, mənim oğlanlarım, yəni ətrafım da bilir, tanıyan da bilir. Elə oğlanlar olublar ki, mən heç baş aşağı gəzməmişəm. Həmişə başım dik olub. Bir də Elvinin bu biraz bir balaca dərə dızlığı var idi. Amma çox maşallah ağıllıdır. Həmişə izim ağ eləyiblər. Heç vaxt məni ayaqda tutan ən çox da Elvindir. Necə? Nə bürcüdür o? Xərçəng. Ay, xərçəng. Qısqanc. Qısqanc. Siz necə uşaq? Ən qısqanc bürcüdür. Həmişə ana qəşəng giyinməlisən, ana dik dur, ana ağ. Mən bir damcı görürəm gülüm, o qədər sevinir. Mən ilk dəfə başıma rəngə qoyanda mənim oğlum sevindiyindən ikisi də ağlamışdı. Özümə dedim ki, mən çox böyük bir səhv eləmişəm indiyə kimi qoymamaqla. Niyə? 3-4 ildən sonra qoydum da. O da necə? Dedim mən niyə o səhvi elədim? Çünki mən gördüm ki, mənim uşaqlarım gördüm mənim uşaqlarım sevinir. Yəni onların sevinci üçün hər şey eləyərəm. Ana o deməkdir ki, uşağı üçün, övladı üçün əziyyət çəkməyən ana deyil də.
Məncə ana övladı üçün nəyin bahasına olur yaşamaqdır. Bəli, bəli, bəli. Əlbəttə mən onlar üçün hərdən deyirəm, ay mən niyə yaşayıram, amma deyirəm, yox, hər gün Allahdan özüm ömür istəyirəm ki, onları Qoç və şir bürcülərin prizmatik baxış bucağıdır ki, nəyə görə? Dünyanı biz çox həssas olduğumuz üçün qəbul edə bilmirik. Bəli, bəli. Adi o pingvin gedib, o pingvini çəkən bu yaxınlarda bir necə deyim, hekayə çıxdı internetdə. Pingvin sürüdən ayrılır, tək gedir, kameradan onu çəkir. Deyirəm, istəyir o ağlaya-ağlaya, istəyir tərk edir, onu 100 dəfə qayıtır. Bilirsən ki, o ölümə gedir də pingvin. Amma o hekayədə bilirsinizlə çox mənə toxundu. Deyirlər ki, o pingvin sürüləri həyatda yaşadılar. Amma daim yaşayacaq olan pingvin o tək sürüdən ayrılan pingvin oldu. Yəni o pingvinin əslində insanlara motivasiyası nədir? Yəni bəzən insanın öz yolu olmalıdır. Ola bilər ki, o hekayənin sonu uğurlu olmayacaq, amma daim yaşanacaq bir hekayə olacaq. Necə ki, digər pingvinlər həyatda qaldı, amma o daim yaşayan bir pingvin oldu. Çalışın həyatda, yəni biz